Güclü leysan yağışları Sumqayıtda bir sıra fəsadlar törədib. Hətta bunu fəlakət də adlandırmaq olar. Çünki şəhərin müxtəlif istiqamətlərində su basma halları qeydə alınıb. Onlardan biri də şəhərin Daşbazarı istiqamətində olan yarmarkadır ki, sel suları hətta yarmarkanı belə öz ağuşuna alıb aparıb. Sumqayıtda müşahidə edilən güclü yağışlar şəhərin bəzi ərazilərində ciddi problemlərə səbəb olub. Hazırda 18-ci imkan ərazisində Çerkaslı küçəsində fəaliyyət göstərən kənd təsərrüfatı məhsullarının satışı yarmarkasının sel suları basıb. Sel suları piştaxtalar arası ilə sürətlə axır. Ərazidə yarım metrə qədər su yığılıb. Bu da yarmarkaya giriş və çıxışı çətinləşdirib. Səməd Vurğun küçəsi ilə Nizami küçəsinin kəsişməsində baş verən hadisə isə əhalinin diqqətini cəlb edib. Bodraçı təşkilatlar tərəfindən kanalizasiya xəttinə görə aparılan qazıntı işləri nəticəsində bu ərazidə ciddi fəlakət yaşanıb. Sel suları qazıntı sahəsinə yığılıb və bu istiqamətdə hərəkətdə olan avtomobillərə böyük ziyan vurub. Bu səbəbdən avtomobillər həmin istiqamətdə batıb və bir çox insan çətin vəziyyətə düşüb. Fəlakətin ilk saniyələrindən etibarən hadisə yerinə Fövqəladə Hallar Xidmət əməkdaşları cəlb olunub və vəziyyətin nəzarət altında olması üçün tədbirlər görülür. Sakinlər gələcəkdə bu cür halların baş verməməsi üçün kanalizasiya sisteminin modernləşməsi və yağış sularının idarə olunması ilə bağlı əlavə tədbirlərin görülməsini vacib sayır. Hazırda hadisə ilə bağlı məsul orqanlar tərəfindən zəruri tədbirlər görülür. Nizami Rəsulov, xüsusi olaraq Denas TV üçün. Sel suları hətta yarmarkanı belə